Bugün isə söhbəti bəylərdən açmaq istəyirəm. Daha doğrusu Gəncə bəyindən Nəsib bəy Yusifbəylidən. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətində çox önəmli bir rol oynayıbdır. Daha doğrusu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında önəmli və maraqlı bir məqam var. Nəriman Nərimanovla Nəsib bəy Yusifbəylinin dueli. Şəfiqə xanıma hər ikisinin marağı olduğu üçün Nəriman Nərimanov bir gün Nəsib bəy Yusifbəylini duelə çağırır. Və dueldə birinci Nəriman Nərimanov güllə atır, amma güllə Nəsib bəyə dəymir. Nəsib bəyə sıra gələndə isə Nəsib bəy silahı yerə atır və deyir ki, mən əlimi Azərbaycanlının qanına batırmaram. Şəfiqə xanım da ondan sonra Nəsib bəy Yusifbəylini seçir və hətta ailə qururlar, 2 dənə övladları da olur. Yəni, bilmirdinizsə bunu da bilin və Azərbaycan bəyləri ilə bağlı daha da maraqlı məlumatlarım var. İnşallah onları da paylaşaram. Sağ olun.